Naxçıvan Dövlət Universitetində 2 gündür başlayan konfrans dövrümüzün təhsil sisteminin ən aktual mövzularından biri olan inklüziv təhsilin problemlərinə həsr olunubdur. Və biz bu konfransı Naxçıvan Dövlət Universitetində keçirərkən eyni zamanda ölkəmizin bu sahədə ixtisaslaşmış ali məktəblərində konfransın təsisçiləri və həmsədrləri siyahısında iştirakını görürük. Burada Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universiteti ilə birgə təşkil olunan bu konfransda bugün ölkəmizin müxtəlif ali təhsil müəssisələrindən, eyni zamanda konfransın təsisçisi olduğu universitetlərdən xeyli sayda akademik heyət iştirak edir. Kifayət qədər 150-yə yaxın məruzə bu ətrafda 2 gündür Naxçıvan Dövlət Universitetinin bölmə iclaslarında səsləndirilir. Mən hesab edirəm ki, dünəndən bu günə qədər keçən bölmə iclasları inklüziv təhsil problemlərinin öyrənilməsinə son dövrlərdə verilmiş ən böyük töhfələrdən biri olacaq. Çünki burada yeni tədqiqatlar, yeni yanaşmalar, inklüziv təhsilin beynəlxalq təcrübəsi və yerli təhsil təcrübədə əldə olunmuş nailiyyətlər burada bölüşüldü və eyni zamanda paralel olaraq Naxçıvan Dövlət Universitetində konfransın mahiyyətinə uyğun olaraq inklüziv təhsil mərkəzi açılışını eləmişik və bu açılışda biz sadəcə təhsil üçün deyil, eyni zamanda inklüziv təlim proqramları üzrə Muxtar Respublikamızın ehtiyaclarını qarşılamaq və bu sahədə peşəkar mütəxəssislər hazırlamaq üçün bu təlim mərkəzi əlbəttə ki, gələcək dövrlərdə daha da təkmilləşdiriləcək, strukturlaşacaq və təlim mərkəzində, inklüziv təlim mərkəzində həm inklüzivliyi olan şagird və tələbələrin bu mərkəzdə mövcud olan cihazlar, avadanlıqlar vasitəsilə onların bərabər təhsilini bərpa edilməyə imkan verəcək. Həm bu sahədə təlimlər təşkil olunmasına şərait yaradacaq, eyni zamanda o mərkəzdə inklüziv təhsil üzrə araşdırmaların aparılması planlaşdırılır. Və dünən biz inklüzivliyi olan şagird və tələbələrin birgə konsertinə baxdıq ki, hansı ki bu konsert bir daha onu göstərdi ki, bəli, biz eyni auditoriyanı, eyni təhsil müəssisəsini bərabər şəkildə paylaşmaq, təhsilə ədalətli yanaşmaq imkanlarımız var. Çünki dünən əlilliyi olan tələbə və şagirdlərin sərgilədiyi proqram bir daha onu göstərdi ki, onlarda bir çox istedadlar var ki, heç onlar bizim normal bildiyimiz tələbələrdə, şagirdlərdə bəzən yoxdur. Onlar da bir sahədə özləri üçün qabiliyyətlidirlər və bu sahədə bizim Slavyan Universitetinin ilə birgə təşkil etdiyimiz bu konferansda məqsədi gələcəkdə təkcə bu sahədə deyil, eyni zamanda Slavyan Universiteti bilirsiniz daha çox pedaqoji profilli universitetdir. Pedaqoji kadr hazırlığında da Slavyan Universiteti ilə birgə əməkdaşlıq niyyətimiz var və bu niyyəti gerçəkləşdirmək üçün biz bugün eyni zamanda Slavyan Universiteti və onun rektoru hörmətli Anar müəllimlə birgə əməkdaşlıq memorandumunu imzalamışıq və bugün burada Slavyan Universitetinin dekanları, kafedra müdirləri, eyni zamanda Xəzər Universitetinin rəhbərliyi və Pedaqoji Universitetinin rəhbəri heyəti bu konferansda təmsil olunur. Ümidvarıq ki, bu konferans birinci Respublika elmi konferansı kimi uğurlu başlanğıc elədir və bundan sonraki davamında da biz daha geniş şəbəkədə bu konferansın Naxçıvanda keçirilməsinin tərəfindəyik. Mən bir daha konferansın təşkilində əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm.